Salam, hər vaxtınız xeyir olsun. Bugün sifət bölməsindən sifətin morfoloji xüsusiyyətlərinə aid suallara baxacağıq. Başlayaq 17-ci sualdan. Deyir, hansı cümlədə sifət təyin vəzifəsindədir? Məktəbli qız çox hazır cavab idi. Hazır cavab idi. Kim qız? Hansı qız? Məktəbli qız. Çox da ədatda. Maksimum sizə burada məktəbli sözü çaşdıra bilər. Lakin məktəbli sözü nitq hissəsi baxımından isimdir. Sadəcə ismin yanına keçərək atributivləşib, təyin etmək xüsusiyyətini qazanıb. Sən ona heç bir halda sifət deməyəcəksən. Ona görə A variantını silirik. Çox soyuq su içmək xəstəliyə səbəb ola bilər. Səbəb ola bilər nə? Çox soyuq su içmək, nəyə? Xəstəliyə. Doğrudur, soyuq sözü nitq hissəsi baxımından sifətdir. Lakin soyuq sözü burada məsdər tərkibinin aslı tərəfinə aiddir. Müstəqil şəkildə cümlə əzvinin ifadə vasitəsi deyil, təyin vəzifəsində deyil, tərkibə daxildir. Ona görə bunu silirik. Sualın şərtini ödəmir. Ədəbi yeni romanı tarixi mövzuya həsr olunmuşdur. Həsr olunmuşdur. Nə? Ədəbi yeni romanı nəyə? Mövzuya, hansı mövzuya? Tarixi mövzuya. Bəli, doğru cavab budur. Baxın, tarixi sözü burada düzəltmə sifətdir. Tarixdən tarixi sifəti. Aydındır və bu sifət müstəqil şəkildə cümlə üzrə ifadə vasitəsidir. Yəni təyin vəzifəsindədir. Və ya doğru cavab C variantı olacaq. Ehtiyat igidin yaraşığıdır. İgidin yaraşığıdır. Nə ehtiyat? İgid sözü burada ismi birləşmənin aslı tərəfinə aiddir. Müstəqil şəkildə cümlə üzrə deyil. Aydındır. Bunu silirik. Yəni müstəqil şəkildə cümlə üzrə deyil, yəni təyin deyil də. Yamanlar yaxşını həmişə danır. Danır. Kim yamanlar? Nə zaman? Həmişə kimi? Yaxşını. Yaxşı sözü burada insan anlayışını ifadə edir. Yamanlar sözü isimləşib. İsimləşmiş sifətdir. Təyin vəzifəsində deyil, mübtəda vəzifəsindədir. Ona görə Y variantını silirik. Doğru cavab C.